Alfa-Xrom artıq çəkidən azad ol. Ayaqlarınızdakı bu 9 əlamət qaraciyərinizin xəstə olduğu haqqda sizə məlumat verir. Bəli, qaraciyər xəstəlikləri təhlükəlidir. Hər il dünyada 2 milyon insan sirroz və qaraciyər xərçəngindən ölür. Qaraciyər xəstəlikləri əvvəlcə gizli irəliləyir. Bu orqan heç vaxt ağrı və narahatlıq vermir, ta ki vəziyyət ağırlaşana kimi. Bugün qaraciyərdə problem olduğunu göstərən ayaqlardakı 9 əlamətdən danışacağam. Siz də elə indi bu videonu yaxınlarınıza göndərərək onları bu xəstəlikdən qoruya bilərsiniz. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın YouTube'da çox baxılması məhz sizin əlinizdədir. Elə indi aşağıda yerləşən bəyən düyməsinə basıb, şərh bölməsində fikirlərinizi yazsanız, videomuz YouTube'da daha çox insanın qarşısına çıxacaq. Budur, qaraciyərimizi tanımağa səbəb olan ayaq əlamətləri. 1. Qırmızı qəhvəyi ləkələr. Bu ləkələrə dizdən aşağıda rast gəlinir. Adətən onlar xırda, müxtəlif ölçülü və səpkiyə bənzər olurlar. Onların peyda olması qan dövranının pozulmasından, damarların vəziyyətinin pisləşməsindən xəbər verir. Bu cür ləkələr qaraciyər çatışmazlığında meydana gəlir. Çünki bu zaman arterial təzyiq aşağı düşür və damarlar genişlənir. Məsələn, hepatit varsa, yoluxmadan həmən sonra yaxud da ki xəstəlik xroniki formaya keçdikdə bu ləkələr peyda olur. 2. Damar düyünləri və varikoz. Bunlar dəri səthinə yaxın yerləşən genişlənmiş damarlardır. Kənardan onlar hörümçək toruna bənzəyirlər. Qaraciyəri xəstə olan insanların ayaqlarında bir neçə düyün paralel olaraq əmələ gəlir. Bəzən isə qaraciyərdəki xəstəliyin xəbərçisi varikoz olur. Damar düyünləri qanda estrogenin miqdarının artmasının həmən ardından meydana çıxır. Estrogen damarları genişləndirir. Hormon hamiləlikdə və qaraciyərin xroniki xəstəlikləri zamanı çoxalır. Düyünlər əksərən fibroz, sirroz və alkoqol hepatiti haqqında danışa bilir. Damar düyünlərinin sürətlə çoxalması o deməkdir ki, qaraciyəriniz xəstədir. 3. Daban çatları. Dəri sağlamlığı üçün A və Y vitaminləri vacibdir. Amma bu vitaminlərin orqanizm tərəfindən mənimsənilməsində qaraciyərin ferment ifrazının normallığı gərəklidir. Sağlam qaraciyər A və Y vitaminlərinin 12 barmaq bağırsağında lazımi şəkildə mənimsənilməsinin təminatıdır. Çatlamış dabanlar öd suyu ifrazına mane olan xroniki qaraciyər xəstəliklərinə işarə ola bilər. Hətta öd daşının öd kanalının tutulmasının da carçısı sayılır. Qısası daban çatı orqanizmdə öd suyu qatılığından danışır. Problemi göz ardı etsəniz, zamanla öd kisəsi iltihabına, qaraciyər çatışmazlığına və sirroza gətirib çıxara bilər. 4. Dabanlarda qaşınma. Bu problem əksər hallarda xroniki qaraciyər xəstəlikləri olan insanlarda müşahidə edilir. Xüsusilə öd kanalının fəaliyyətinin pozulmasının əlamətidir. Sirrozun ilkin mərhələsində olan insanların 70%-də dabanda qaşınma yaranır. Səbəb öd duzlarının dərinin altında yığılması və histamin səviyyəsinin yüksəlməsidir. 5. Ayaqların xoşagəlməz qoxusu. Dəri orqanizmi zədələnmələrdən qorumaqla yanaşı, tər vəzləri vasitəsilə toksinləri atmağa da məsuldur. Börəklər yaxşı işləmirsə, orqanizm vəziyyəti düzəltməyə cəhd edir. Yəni toksinləri dəri ilə çıxarmağa çalışır. Tərin xoşagəlməz qoxusunun səbəbi də məhz budur. Xoşagəlməz iylər ilk olaraq ayaqlarda peyda olur. Sual verə bilərsiniz ki, bunun qaraciyərlə nə əlaqəsi var? Orqanlarımız bir-biri ilə qarşılıqlı əlaqədədir. Qaraciyər xəstələnirsə, qısa zamanda börəklərin işində də problemlər baş verir. Qaraciyər xəstəlikləri orqanizmdə toksinlərin yığılmasına səbəb olur. Nəticədə qan dövranı pozulur. Qeyri-düzgün qan dövranı börəklərə, eləcə də digər orqanlara mənfi təsir göstərir. 6. Ayaqlarda şişkinlik. Maye yığılması qaraciyər xəstəliklərinin əlaməti ola bilir. Ayaqlardakı şişkinlik portal hipertenziyanın gec gələn xəbərçisidir. Həmçinin albumin səviyyəsinin azalmasını bildirir. Adətən axşam meydana çıxan ayaq şişməsi fiziki yükün və sirrozun nəticəsidir. Sirroz zamanı qaraciyərdə qan dövranı zəifləyir, ardınca təzyiq yüksəlir. Bu da mayenin ayaqlara və qarın boşluğunda yığılmasına gətirib çıxarır. Bilməlisiniz ki, börək problemi də ayaqlardakı şişkinliklə özünü büruzə verə bilir. Yəni bu faktları unutmayın. 7. Ayaqlarda ağrılar. Qaraciyər xəstəlikləri əksərən ayaqlardakı sinir uclarının qeyri-iltihabi zədələnməsinə səbəb olur. Qaraciyər patologiyalarında ayaqlarda sancmalar və izah olunmaz ağrılar hiss edə bilirsiniz. Praktiki olaraq bütün qaraciyər patologiyalarında ayaqlarda ağrı və şişkinlik müşahidə edilir.
8. Ayaq dırnaqlarında göbələk. Əgər dırnaqların rəngi dəyişdisə, yaxud dırnaq hamarlığını, parıltısını itirdisə, altında ağ ləkələr yaranırsa, ətrafındakı dəri tökülürsə, bu zaman göbələkdən şübhələnməyə dəyər. Bəs dırnaq göbələyi qaraciyərlə necə əlaqəlidir? Cavab bəsitdir. Xəstə qaraciyəri olan insanlarda bağırsaq mikroflorasındakı balans pozulur. Nəticədə dırnaq göbələyi, saç göbələyi və dəri xəstəlikləri yaranmağa başlayır. 2009-cu ildə Avropa dermatoloqları araşdırma aparıb. Məlum olub ki, dırnaq göbələklərinin səbəbləri sırasında qaraciyərin sirrozu, hepatit B və C birinci, ikinci yerləri tutur. 9. Eritema xəstəliyi. Bu müəyyən nahiyələrdə dərinin qızarması və qabarmasıdır. Qızartılar əksərən quruların mövcudluğundan danışır. Həmçinin qaraciyər xəstəliklərinin sirroz, kəskin hepatit, avtoimmun hepatit zamanı bu problem ortaya çıxa bilir. Eritema xəstəliyi öd fəaliyyətinin pozulmasından da qaynaqlanır. Xolesistit və öd kisəsinin şişməsi də eritema ilə nəticələnə bilir. Bəs qaraciyər xəstəliklərinin geniş yayılmış səbəbləri nələrdir? 1. Dərmanların əks təsirləri. 2. Rasionda şəkərin miqdarının çoxluğu. 3. Konserv qidalar. 4. Rasionda tərəvəzin az olması. 5. Alkoqol qəbulu. 6. Rasionda zülalın çoxluğu. Bu böyük miqdarda azotlu birləşmələrin yaranmasına gətirib çıxarır. Nəticədə qaraciyərdə böyrək də yüklənir. Bayaq sadaladığımız əlamətlərdən bəziləri sizdə varsa, həkimə müraciət etməyinizi məsləhət görürük. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, əminəm ki, sizin üçün çox faydalı bir video oldu. Bu cür videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin Facebook və TikTok hesablarımızdan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.